Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel-âkıbetu lil-muttaqin. Ve la udvana illa alel-zalimin. Ve usalli ve usellim alel meb'ûsi rahmeten lil-alemin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men itteba'a bi sünneti ila yevmiddin. Amma ba'd. 4-cü fəslin sualları. İbadətin tərifi nədir? İbadətin tərifini zikr et. Bir şeyin Allah'ın sevdiyini nə ilə bilirik? Gizlidə və açıqda olan sözlər və əməllərdən məqsəd nədir? İbadət nəyin üzərində qurulub? Yəni, ibadətin əsaslarını zikr et. Əgər bir insan ixlaslı olaraq ibadət edərsə, hər hansı bir əməli ixlaslı olaraq sırf Allah üçün edərsə və amma Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə, şəriətinə müvafiq etməzsə həmin əməli, həmin əməl ondan qəbul olunurmu, yoxsa olunmur? Və dəlilini də zikr et. 5-ci fəsil Tohidin növləri barədədir. Tohid lüğətdə təkləşdirmək deməkdir. Şəriətdə isə tohid Allahı ona məxsus olan şeylərdə təkləşdirməkdir. Ya da ki, Allahı öz xüsusiyyətlərində və öz haqlarında təkləşdirməkdir. Tohid ümumi olaraq 2 növü var. Birinci, Tohidul mərifəti vəl-isbətdir. Yəni, bilmək və isbat etmək tohididir. Bu tohiddə qulun üzərinə düşən bilib və etiqad etməsidir. İkinci növü isə Tohidul qasd vəl-əməldir. Qəsdin və əməlin tohididir. Tohiddə bu növündə qulun üzərinə düşən isə əməllərini sırf Allaha ixlaslı olaraq sərf etməsidir. Tohidin birinci növünə tohidin 2 qismi daxil olur. Rububiyyət tohidi, ad və sifətlər tohidi. İkinci növünə isə uluhiyyət tohidi daxildir. Deməli, tohidin 2 növü və 3 qismi var. Həmin qismlər tohidin növlərinə daxildir. Yəni, tohidin birinci növünə, bilmək və isbat etmək növünə rububiyyət tohidi ilə ad və sifətlər tohidi daxildir. Rububiyyət tohidi Allahı öz feillərində təkləşdirmək deməkdir. Rububiyyət tohidi Allahı öz feillərində təkləşdirməkdir. Yaratmaq, ruzi vermək, diriltmək, öldürmək, idarə etmək, bütün mülkün sahibi olması və bu feillərdə Allahı təkləşdirməkdir. Allah Teala hər şeyə qadirdir. Yəni, Allahın feillərindən yaratmaqdır, ruzi verməkdir. Bu şeylərdə Allahı təkləşdirmək, Allahı rububiyyətdə öz feillərində təkləşdirməkdir. Tohidin ikinci qismi isə ad və sifətlər tohididir. Yəni, bilmək və isbat etmək tohidinə daxil olan qismi, ikinci qismi adların və sifətlərin tohididir. Ad və sifətlər tohidi, yəni Allahın özünü öz kitabında və yaxud Peyğəmbərinin sünnəsində hər hansı adlarla adlandırıb və hansı sifətlərlə sifətləndiribsə, bunları yozmadan, inkar etmədən, keyfiyyət vermədən, bir də oxşatmadan Allaha layiq şəkildə isbat etməkdir. Tohidin ikinci növü isə Tohidul qasd vəl-əməldir. Qəsdin və əməlin tohididir. Ona da uluhiyyət tohidi daxildir. Uluhiyyət tohidi isə qulun zahiri və batini əməllərində, istəyir sözlü əməllər olsun, istəyir feili olsun, zahiri və batini ibadətlərində Allahı təkləşdirməsidir. Yəni, uluhiyyət tohidi nə edir? Qulun zahiri və batini ibadətlərdə
İstəyir həmin ibadətlər sözlə olan ibadətlər olsun, istəyir feillə olan ibadətlər olsun, Allahı təkləşdirilməsidir. Misal olaraq dua etmək, nəzir demək, qurban kəsmək, qorxu, ümid, təvəkkül, tövbə və bütün ibadətlərin növündə Allah Subhanahu taalaya təkləşdirmək uluhiyyət təvhidi adlanır. Və bu da peyğəmbərlərin dəvətinin, risaləsinin əsas mövzusudur. Deməli, təvhid iki növü var. Bilib və isbat etmək, qəsd edib əməl etmək. Allah Teala da məxluqları bu iki şeyin üzərində yaradıb. Bu iki şeyə görə yaradıb. Allah Teala məxluqları yaradıb ki, Allahı tanısınlar və ona ibadət etsinlər. Allah Teala buyurur ki, Allahullezî xalaqa sab'a semâvâtin və minel ardı mislehunnə yetənezzəlul əmru beynəhun lita'lemû ennallâhe alâ kulli şeyin qadir və ennallâhe qad əhâte bi kulli şeyin ilmə. Allah Teala buyurur ki, Allah o Allahdır ki, 7 qat göyü və onların da mislində yerləri yaratmışdır. Əmir onların arasında nazil olur ki, biləsiniz ki, nə üçün Allah Teala yerləri və göyləri yaradıb və nə üçün Allah Teala əmr nazil edir? Biləsiniz ki, Allah hər şeyə qadirdir və Allahın elmi hər şey əhatə etmişdir. Deməli, Allah Teala məxluqatı yaradıb ki, nə üçün yaradıb? Allahın ad və sifətlərini tanımaqdan ötürü. Və Allah Subhanahu taala başqa ayədə buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Qulların üzərinə düşən nədir? Allahı tanısınlar, ad və sifətlərini öyrənsinlər, Quranda və sünnədə varid olan ad və sifətlərini öyrənsinlər və Allah Subhanahu taalaya ibadət etsinlər. Allahı tanısınlar və ona ibadət etsinlər. Allah Subhanahu taala bizi eşidib faydalananlardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. İxlasla.com saytı tərəfindən təqdim olundu.